Rusiya OMON-nun Yekaterinburg şəhərində azərbaycanlılara hücumu bir sıra aspektdən diqqət çəkir. Qlobal İnfoza danışan politoloq Elxan Şahinoğlu deyib ki, Yekaterinburg Rusiyanın və Ural bölgəsinin iri şəhərlərindəndir. Stat: Fikrimcə, azərbaycanlılara qarşı təxribatın məhz bu şəhərdə seçilməsi təsadüfi deyil. Rusiyalı rəsmilər və deputatlar Yekaterinburgda hansısa dırnaqarası kriminal məsələyə istinad edirlər. Ancaq bunun yalan olduğu bəllidir. Yekaterinburgdan əvvəl Rusiya polisi azərbaycanlıların Sankt-Peterburgdakı toy məclisinə də basqın etmişdi. Həmin olayda ölən olmasa da qonaqlar alçaldılmışdı. Yekaterinburg və Sankt-Peterburgda baş verənlərin digər şəhərlərdə təkrarlanması ehtimalı yüksəkdir. Artıq Voronejdən həyəcan verici xəbərlər gəlir. Rusiyanın Azərbaycana təzyiqi iki ölkənin münasibətlərini daha da pisləşdirəcək. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.